Son bir dəqiqə xəbərini diqqətinizə çatdıracaq. Belə ki, 3 müsəlman ölkəsi güclərini birləşdirdi. 7 avqust tarixidir və dünya gündəmindən bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Türkiyə, Səudiyyə Ərəbistan və Pakistan müdafiə sahəsində rəsmi olaraq Məkkə sazişi adlandırılan yeni 3 tərəfli saziş imzalayıb. Belə ki, sazişin mətninə əsasən tərəflər kollektiv təhlükəsizliyi qeyd eləyək ki, möhkəmləndirmək, müdafiə əməkdaşlığını genişləndirmək və təcavüz təhdidlərinə qarşı birgə mübarizə aparmaq niyyətindədirlər. Sənəddə həmçinin xüsusi olaraq qeyd olunur ki, 3 ölkədə hər hansı birinə qarşı edilən silahlı hücum hər 3 dövlətə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək və sammit Məkkədəki Əl-Səfa sarayında baş tutub. Qeyd eləyək ki, tədbirdə Səudiyyə Ərəbistanın Vəliəhd Şahzadəsi və Baş nazir Məhəmməd bin Salman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər. Sazişdə həmçinin vurğulanır ki, əməkdaşlıq tarixi əlaqələrə, qardaşlıq və İslam həmrəyliyi prinsiplərinə, habelə ümumi strateji maraqlara və müdafiə sahəsində uzun müddətli qarşılıqlı fəaliyyətə əsaslanır və tərəflər kollektiv təhlükəsizliyi daha da möhkəmləndirmək, regionda və onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətində olduqlarını da bəyan ediblər. Xeyirli uğurlu olsun.